Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Milli Məclis vətəndaşlarının özəl tibb müəssisələrində də onkoloji yardım ala biləcəyi haqqında dəyişiklik ilk oxunuşda qəbul edib. Xəbər verilir ki, bununla bağlı əhalinin sağlamlığının qorunması haqqında və onkoloji yardım haqqında qanunlara təklif edilən dəyişikliklər parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı lisenziyalar və icazələr haqqında qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyalara malik özəl tibb müəssisələri xidmət göstərə biləcək. Məlumat verilib ki, hazırda onkoloji yardım haqqında qanunun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələrində mümkündür. Bu xüsusda Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.